Bugünkü qonağımız Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu. Sərdar bəy, xoş gördük sizi. Görüşürüz. Bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nəsimi rayonunun icra başçısının 47 günlük səhv eləmirəmsə icra başçısı olmuşdu. İcra başçısını işindən azad elədi. Sizcə bu məsələlər 2026-cı ildə, yəni yeni ildə davam edəcəkmi? Əvvəla burada biz bilirsiniz də prezidentin həmin adamı işdən azad etməsi bir nəticədir. Burada bir səbəb də var. Yəni prezident nə üçün bu adamı dəmsi 47 gün işləyibdi, işdən azad edib. Yadınıza gəlir bu adamları icra başçısı təyin eləyərkən mətbuatda da çox böyük bir hayküllü təbliğat getdi ki, bu adamlar seçilmiş adamlardır, bunlar başqa icra hakimlərindən fərqli işləyəcəklər, belə və s. və s. Həddən artıq xalqa da bunları belə bir nadir tapıntılar kimi təqdim etdi. Hətta prezidentlə görüşdə prezident özünün ümidlərini ifadə elədi. Bildirdi ki, tamam sizə yuxarıdan heç göstəriş verməyəcək, qanuna zidd sizə göstərişlər verilməyəcək, siz konstitusiya qanunlara uyğun işləyəcəksiniz, heç kəs sizə təzyiq eləməyəcək. Hamı da bəhbəhlə düşündü ki, doğrudan da ola bilsin, heç olmasa bir 6 ay bunlar korrupsiyadan kənar qalarlar və doğrudan da prezidentin etimadını doğruldarlar. Amma heç üstündən bir ay keçmədi, məlum oldu ki, təsəvvür edin ki, indi mətbuatda da gedir. Göstəriş verir ki, müavininə sən pul yer. Müavin deyir, mən belə qeyri-qanuni hərəkət edeyim. Onu işdən çıxardır və hər iş adamına 200 minə qədər, 100 mindən 200 minə qədər pul yığmağı tapşırır. İndi bu, çox şükür ki, bu korrupsiya belə çox qısa müddəti üstə açıldı. Məsələn, bəzi korrupsiyalar var ki, 10 milyard, 20 milyard dövlətə ziyan vurandan sonra üstə açılır. Amma bugün bir suala cavab vermədi. Hər halda bu İlham Əliyevin də şəxsən idarə etməsində böyük bir şübhə doğru idarə etmədə. İlham Əliyevin özünün reputasiyasına, nüfuzuna çox ciddi zərbədir ki, bu necə ola bilər ki? İndi bu adamları kimlər təqdim edib kadr kimi İlham Əliyevə? Əsas məsələ budur. Yəni, dövlət prezidentə bir dənə kadr təqdim edirlər, çox güman ki, özdə Nəsimi rayonu Azərbaycan ən böyük rayonudur. Ən zəngin rayonudur, ən nüfuzlu rayonudur. Həmişə Sovet hökuməti illərində də Nəsimi rayonu digər rayonlardan fərqlənirdi. Çünki hakimiyyət binaları və s. ən çox bu cəmləşmiş bir zonadır. Bakının mərkəzi də demək olar. Və birdən-birə də bu adam belə çıxır ki, təsadüf bir adam. Bəs bunu kim təqdim edir prezidentə? Biz bir kadrı tutaq ki, işdən çıxararkən mütləq araşdırmaq lazımdır ki, bu kadr necə gəldi bu vəzifəyə düşdü? Axı necə ola bilər ki, bu cür həris rüşvətxor bir adam, hətta 3 ay da gözləmir. 2 ayın ərzində özünü ancaq saxlayıb, ondan sonra da hətta öz müavinini rüşvət almaqdan imtina elədi, işdən çıxardı. Yəni bu dərəcədə öz başına bu qədər həris bir adamı bir korrupsiya həvəsi ilə hakimiyyətə gələn bir kim prezidentə təqdim edib? Bu kadrlar necə gəlir çıxır? Bax, mən həmişə Azərbaycanda kadr siyasətini tənqid edirəm ki, Azərbaycanda kadr siyasəti politologiyada pis idarə etmə deyilən idarə etməyə xasdır. Yəni adamları kimsə gəlir deyir ki, prezident deyir ki, bu bizə sədaqətlidir, narahat olmayın, ölər sizin yolunuzda, hətta lazım olsa bir yadınızda bir icra hakimiyyəti vardı. O vaxt Heydər Əliyev xəstə idi. Onu da üzərinə cinayət işi qaldırmışlar. Çıxdı televizyon dedi ki, mən ürəyimi Heydər Əliyevə verməyə razıyam. Sonra məlum oldu ki, bu adam əslində baxsın, nəhəng cinayətkarlar yol verib, korrupsiya edib, dövləti dağıdır. Bu cürə öz aləmində Heydər Əliyevə sədaqətini nümayiş elətdirmək üçün məsuliyyətdən kənarda qalmaqdır. Əslində baxsan, Azərbaycanda bugün korrupsiyaların hamısı İlham Əliyevə sədaqətli kimi görünür, bu korrupsiya ilə məşğuldurlar. Başqa cürə mümkün deyil. Kim çadır? Yəni adam özünü, mən 4 qat İlham Əliyevə görəndə 4 qat əyilir, İlham Əliyevə görəndə tutaq ki, siz dünyada bir nömrəli adamsınız, hələ deyir, balaca Heydəri də gətir hakimiyyətə, hələ deyir, ancaq bunun arxasında nə durur? Bunun arxasında durur, bu adamın özünün çikili niyyətləridir. Bu adamın özünün xalqa və dövlətə planlaşdırıb ki, hansı ziyanı vuracaq, bu ziyanı vurmaq məqsədi güdür. Ona görə də mən bu kadrın işdən çıxarmasını bir o qədər də ciddi addım hesab edirəm. Mən daha ciddi addım ki, əgər İlham Əliyev o kadrları təqdim edən adamlar haqqında ölçü götürsəydi, onda artıq biz bu ölkədə o yanlış kadrların hakimiyyətə gəlmə zəncirinin qırıldığını qəbul edərdik. Amma bugün sadəcə olaraq həmin adam özü, sabahdan yerine başqa bir korrupsiya meyilli, çox olsun o da 4 ay özünü saxlasın, 5-ci aydan sonra başlayacaqdır.
Hələ o bununla eyni vaxtda təyin edilmiş digər adamların da gedib fəaliyyətini yoxlasan, orada da ola bilsin ki, hansısa bir negativ hallar meydana çıxacaq. Yəni mən nə demək istəyirəm? Bu cürə adamları cəzalandırmaqla, vəzifədəki adamları cəzalandırmaqla biz dövlətdə olan mövcud problemi həll eləyə bilmərik. Azərbaycan bu gün bu yolla nə korrupsiyadan, nə rüşvətxorluqdan, nə də başqa dövlətin negativ hallarından xilas ola bilməyəcək. Çünki Azərbaycanda kadrların təyin edilməsinin prinsipi, fəlsəfəsi yanlışdır. Və yaxud da buradan adamı çıxardırlar, böyük nöqsanlarına, bir də baxsın ki, ondan daha yüksək bir vəzifəyə qoydular. Haqqında ağır ittiham olan adamları, məsələn, mən həmişə bunu klassik olan misal çəkirim Ziya Məmmədovla bağlı. Çünki bu o qədər klassik bir nümunədir ki, mənim Ziya Məmmədovla bir qərəzim yox. Ziya Məmmədovla bağlı bir dəfə onun işçilər gəldi bizə bir 250 nəfərin imzası ilə bir ərizə verdilər ki, bu Ziya Məmmədov dəmir yolunda müdür işləyəndə öz katibəsini öldürüb, gizlədib, bastırıb hardasa, biz deyək qəbrini deyib göstərəcəyik, geçinəsində baxsınlar. Mən onu prokurorluğa göndərdim o vaxtı. Respublika prokuroru tədbir görmədi. Ondan sonra Ziya Bünyadov işdən çıxaranda məlum oldu ki, Məmmədov, məlum oldu ki, bu 15 nəfərin ölümündə bilavasitə iştirak edib. 15 nəfəri öldürtdürüb, Telxanatini öldürtdürüb, köməkçini öldürtdürüb, onu öldürtdürüb. Sən təsəvvür elə ki, mətbuatda çıxan bu qədər ağır cinayət faktı ilə bağlı Azərbaycan Respublika prokurorluğu heç bir addım atmadı o vaxtı şeydi də, bundan əvvəlki nə idi? Qaralov. Onun da bir şirkəti vardı. Zakir Qaralov. Yox, o Zakir Qaralovun bir şirkəti vardı. O başqasından aldı. İkinci şirkəti idi. O şirkətə bir millət dövlətdən nə almışdı? O Bakı-Quba yolunda onlar tikirdilər, dağıtdılar, məhv elədilər. Nəsə, onun özü də cinayətkarın biri idi. Akordun sahibi idi, həm də prokurordur. Yəni Azərbaycanda nə olmalıdır ki, bir adam haqqında ən azı istintaq başladı. Qəzetdə yazılıb ki, bu adam 17 nəfər öldürüb. Adamların adı, familiyası, harda öldürüb, necə öldürüb, niyə öldürüb, hamısı yazılıb. Məndən də gələn öz işçiləridir 250 nəfər, dedi ki, biz hamımız şahidik, o adamı öldürdük, apa burada bastı bir qız uşağın, apa öldürüb, apa bastırdığı. Sən təsəvvür edin ki, heç bir cinayəti qaldırılmadı, heç bir məhəl qoyulmadı. Və yaxud da mətbuatda indi bu Əyyubov tutulubdur. Bəs bu Hürriyyət televiziyasında o siqaret mafiyası dedi, onunla bağlı verilişdə gedirdi. O verilişi aparan Vüqar Məmmədov tutuldu, həbs olundu. Ondan da sonra onun o haqqında dediyi cinayətlə bağlı dövlət addımlar attı, müəyyən addımlar. Heç cür anlamaq olmur ki, bu ölkədə korrupsiya qarşı mübarizə necə təşkil olunur? Məsələn, müstəqil mətbuat əgər korrupsiya ilə bağlı mübarizə aparırsa və bu zamanda elə o müstəqil mətbuata qarşı rəsmi hakimiyyət dairələrindən təzyiq varsa, onda ölkədə korrupsiya qarşı mübarizə necə aparıla bilər? Heç cür aparıla bilməz. Yəni, bütün dünyada belədir, nəzarət mexanizmləri kənardan olmalıdır. O, çox nadir hallarda olar ki, insan öz-özünə nəzarət eləyə bilsin. Amma adətən nəzarətin qaydasının tamamilə bu işin əlaqəsi olmayan kənar qüvvə nəzarət eləyə bilər. Mətbuatın əsas vəzifəsi hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət. Bəli, ona görə də deyirlər də, yəni jurnalistika 4-cü hakimiyyətdir. Bəli. Ona görə də mən belə düşünürəm ki, digər icra başçılarında tam məsuliyyətlə deyirəm, fəaliyyətini yoxlasa, yenə də eyni nöqsanlar, yenə də eyni özbaşınaqlar, yenə. Sadəcə olaraq görünür bu adam vulqar şəkildə başlayıb bu işə. Əvvəla dərhal başlayıb, ikinci də açıq şəkildə tələb edib ki, hər iş adamına 200.000 manat pul yığın gətirin. Bunun mavini keçmiş icra başçısı mavinində. O buna etiraz edib ki, mən bu işi eləyə bilmərəm, bunun üstündə durub onu işdən çıxardır və s. Yəni görün nə dərəcədə bu adam bu korrupsiyada inatlıdır ki, hətta prezidentin yanında görüşdən cəmisi çıxdı. Ola bilsin, onu kimsə belə pul alıb vəzifəyə təqdim edir. Ola bilər, o da məcburdur ki, o pulu çıxarsın, versin də kim onu vəzifəyə qoyub. Mən deyə bilmərəm, bu belə şey var ya yox. Amma hər halda bu adam nəyə görə birdən-birə bu cür bir qərara gəlməlidir ki, bu rayonda olan bütün iş adamlarından 200.000 manatdan başlayaraq 100.000, 150.000, 200.000 pul yığmalı. Nəyə görə? Ya bu gərək fikri var ki, ölkədən çıxıb qaçacaq. Çünki prezident deyir, bax, düz işləyin, düz işləməyən məsuliyyət. Yəqin görünür, bu qısa müddətli, bu hakimiyyətin icra başçısı qısa müddət qalacaq. Bu müddətdə harasa çıxıb qaçacaq. Ya da ki, bu vəzifə gələcək, bu xərci çıxıb. Kimlərsə bunun namizədliyini irəli sürəndə bundan belə olub baxın dəfələr. Küllü miqdarda vəsait alıb. O vəsaiti çıxartmaq üçün bu məcbur olub ki, bu işlə məşğul olsun. Əks halda açığı deyim, bu cür adamın tutaq deyək, bir ciddi problemi olmazsa, heç vaxt gəlib
öz müavinə deməz ki, bu rayonda təcili adam başına 200 bindən pul yığır. Bu mümkün deyil. Bir nəfərdən ala bilər, iki nəfər indi öz icrabatı ailəsinə, uşağına nəsə eləsin. Amma təsəvvür edin, Nəsimi rayonunda bəlkə də 10 min iş adamı var. Bununla 5 binindən sən 200 bindən yıxsan, bu milyardlarla pul demək. Ola bilməz ki, bu adam bu qədər nəhəng pulu elə belə planlaşdırsın ki, elə mən icra hakimiyyəti birinci 3 ayda yığın bunu. Bax, o baxımdan çox bu şey araşdırılmalıdır. Bu adam niyə bu addım atır? Əsas məsələ budur. Bu addımı niyə atıbdır? Ola bilsin ki, bu doğrudan da kiməsə külli miqdar pul verib vəzifəyə gəlmək üçün, indi də o pulu çıxartmaq üçün məcburdur. Və yaxud da bunu vəzifəyə təyin edən adamlar kimdirsə, prezident birisi də təyin eləmir, sadəcə təsdiq edir. Ola bilsin ki, bunu qaçdı məqsəd qoyur ki, bu işlərlə məşğul olmaz. Başqa cürə, heç cürə anlaya bilmirəm ki, belə hətta başqa korrupsionerlər cansız ifşa olunub, onların özü də o vəzifəyə gələndən 1 ay, 5 ay özlərini çox hörmət qazanmaq üçün, atsan qazanmaq üçün fəqti səlqəli işləyiblər, ondan sonra başlayıb da bu bədbəxt oğlu bədbəxt yerini qızdırmamış başlayıb nəhəng korrupsiyayla məşğul olmağa. Bu da onu göstərir ki, bu subyektiv münazirələrlə, bax siz korrupsiyayla məşğul olmayın, siz cəzanız deməklə adamları korrupsiyadan uzaqlaşdırmaq mümkün olmayacaq. Bunun ciddi mexanizmləri işləməli. Onun biri ictimai nəzarətə hüquq mühafizə orqanları qanuna uyğun şeydə reaksiya verməlidir. Mətbuatda bir məlumat çıxırsa, o məlumat prokurorun borcu da araşdırsın, hüquq mühafizə orqanlarının borcu da araşdırsın. Amma Azərbaycanda mətbuatda nə deyirsiniz deyin, hansı cinayətlərdir deyirsiniz deyin, fərqi yoxdur. Müəyyən bir vaxt o adam əgər özü hansısa bir yanlış addım atmasın, dırnaq arasında deyirəm, onda o ifşa olunur. O qalan vaxtında qəzetlər nə deyirsin, əslində çox xoşlarına gəlir ki, deyirlər desinizlər, bunun bizə nə ziyanı var? Yəni bu çox acınacaqlı bir vəziyyət. İndi mən baxırım o adam, ağıllı bir adamdır, cavan bir oğlandır, bəlkə də gözəl bir təhsil alıb, bəlkə də böyük gələcəklə bağlı mühitdə var. Normal cəmiyyətdə bəlkə də doğrudan da öz xalqına, dövlətinə çox ciddi xidmət göstərə biləcək bir adam ola bilərdi. Amma elə bir bataqlığa düşüb ki, bədbəxt oğlu bədbəxt. Özünün bütün həyatdakı arzularının üstündən xərc çəkib, özünü də böyük bir şans yaranmış ki, özünü təsdiq eləsin dövlət hakimiyyətində. Bundan da məhrum olub. Ola bilsin, özdə bu adam əgər doğrudan da belə ağır iddialarla işdən çıxarmış da prokuror üçün hər şey qaldırmalıdır. Bu elə belə oyuncaq deyil ki, bu baş tutmayan, yəni biri var, bunun özündən asılı olmayan səbəbdən o korrupsiyanın qarşısı alınıb. Yəni o adam imtina edib, kimə tapşırıb get bu pulu yığ. Yoxsa bu adam razılıq olsaydı, bu korrupsiya olardı. Yəni Cinayət Prosesi Məcəlləsində vətəndaşın özündən asılı səbəblərdə baş tutmayan cinayətlər də elə həmin cinayətdən eyni cinayət kimi dəyərləndirir. Yəni bu adam ağır bir korrupsiya kimi mühakimə olunmalıdır. Çünki niyə? Özündən asılı olmayan səbəblərdən o korrupsiyanı həyata keçirə bilməyib. Yəni burada çoxlu məqamlar var. Mən bir daha xatırlatmaq istəyirəm ki, bu yolla biz heç vaxt Azərbaycanda korrupsiya qalib gələ bilmədik. Ya doğrudan da Azərbaycanda korrupsiyanın kökünü kəsmək istəyirsə, bu korrupsiya ilə bağlı danışan adamları həbs eləmək, susturmaq və s. kimi hərəkətlərdən imtina eləməliyik. Səmimi şəkildə hamı doğrudan da qolunu çırmayıb ölkədə korrupsiyaya qarşı antikorrupsiya mühitin yaradılması ilə bağlı iş görməlidir. Ya da bu məsələlər daim davam edəcəkdir. Bunun qarşısını almaq mümkün deyil. Və əslində onun o hərəkəti birbaşa onu təyin edənlər, onu namizədliyin verənləri pis vəziyyətə salmadısı deməkdir. Siz hardan bilirsiniz? Bəlkə elə onu vəzifəyə kim təqdim edibsə, o özü elə ona bu deyib ki, gedərsən bu işlə məşğul. Bu şeylər ona görə mən deyirəm ki, bu adamları prezidentə kim təqdim edib? Gətirlə siyahı qoyulur ki, bu adamları general rütbəsi verir. Bu İlham Əliyevin imkanı yoxdur ki, o təyin elədiyi kadrı ildə mən baxıram da ən azı bir 200-300 kadr dəyişdirir, qoyur, götürür. Bunların hamısı şəxsən tanısın. Bunun elə prezident elə bir prezident funksiyası elə bir funksiya deyil ki, keçsin. Məsələn, Sərhəd qoşunanda 10 dənə general, onların hər birinin ad bir tanısın. Və yaxud da Fövqəladə Hallar Nazirliyində 10 dənə general var, hamısını bir və bir tanısın. Bu adamları kimləsə təqdim eləyir. Konkret olaraq həm dövlət mükafatında təqdim eləyənlər var, həm vəzifəyə təqdim eləyənlər var. Burada günahkar o təqdim eləyən adamlardır ki, bu cürə çürük, bu cürə mənəvi cəhətdən düşkün, bu cürə məsuliyyətsiz adamları dövlətin yüksək postlarına təklif edir. Əsas məsələ budur. Yoxsa qalan məsələlər, bir də ikincisi,
sağ olsun o Ramiz Quliyev kimdirsə, o imtina edib də o müavin. Görürsüz, deməli hakimiyyətdə bu cür azgözlük eləmək istəməyən və ya da cinayətdə iştirak eləməyən adamlar da var ki, hətta işdən çıxmağına razı olub, amma o cinayətə getməyib. Bunu da alqışlamalıyıq ki, belə kadrlarda var. Mən də o adamı şəxsən tanımıram kimdir, amma mətbuatda verilən məlumata görə o əmrləri icra etməkdən imtina elədiyinə görə işdən çıxarılıb. Bunun özü də bir müsbət haldır, beləsi də var, beləsi də var. Amma biz çalışmalıyıq ki, iqtidarda sağlam adamların sayı artsın. Bunun üçün iki məsələn, konstitusiya və qanun işləməlidir. İkincisi, şəxsi sədaqət prinsipi ilə kadr təyinatını bir dəfəlik son qoyulmalıdır. Biz hamımız bilirik ki, prezidentə kimsə təqdim olunur, kiminsə ya qohumudur, ya dostudur, ya da ki, onun marağına uyğun bir adamdır. Yoxsa, məsələn, bax, bu indi İbrahimovdur kimdir? Bu adam bu günə qədər Azərbaycan xalqı qarşısında, dövlət qarşısında hansı xidmətlər göstərib? Bu icra başçısı çox nəyə bir işdir da. Müharibə dövründə Daşqın bəy, icra başçıları avtomatik general vəzifəsinə keçirlər. Yəni icra başçısı belə bir ciddi vəzifədir. Çünki niyə bir 50 min, 60 min, 100 min adama bu rəhbərlik edir? Bu adamın özü hansı xidməti o? Nəyə görə bu adam təyin oldu icra başçısı? Və ya da bir nazir təyin, nəyə görə təyin oldu? Onun izahı yoxdur. 2-3 dənə bilirsiniz də belə mətbuat vasitələri var ki, onlar bu məqsədlə istifadə edir. Çıxacaqlar təriflə boş-boş Oxfordda oxudu, həm getdi Cambridgedə oxudu. Halbuki get Oxfordun şeylərin qaldı sənədlərini. Orada 2-3 Azərbaycanlı yəni bakalava kimi oxuyub. Ya gedib hansı kurs keçib orada, ya hansı proqramda iştirak edib. Proqramda iştirak edib, adım qoyub ki, mən Oxfordu qurtarmışam. Yəni bir adamın da Oxfordda oxuması onun hələ mənəvi cəhətdən sağlam olmasına və yaxud da xalqına, millətinə sədaqətli olmasına dəlalət eləmir. Düzdür, o təhsil baxımından yüksək təhsil almış adam ola bilər, amma mənəvi cəhətdən hazırlanmamış bir adamdırsa, deməli onun heç bir dövlət heç bir xeyri yox. Ona görə də biz yüksək keyfiyyətli idarə etməyə keçməyənə qədər biləsiniz, Azərbaycanda nə korrupsiyanın kökünü kəsmək mümkündür, Azərbaycanda nə məmur cinayətkarlığını, nə məmur özbaşınalığını, nə də səlahiyyət həddini aşmaq cinayətlərinin qarşılanmaq mümkün olmayacaq. Azərbaycanda cəmiyyətdə nə qədər cinayətkarlıq inkişaf edirsə, hakimiyyət orqanlarının daxilində də bir o qədər cinayətkarlıq inkişaf. Baxın, vaxtı Dövlət Təhlükəsizlik Komitəsinin sədri Mahmudov, onun yaratdığı cinayət dəstə. Sonra Daxili İşlər Nazirliyində bir şey tutula Məmmədov. Nə idi o? Adam öldürüldü, adam oğurlandı. Xanlar idi, nədir onlar? Yox, o Məmmədov polkovnik. Polkovnik. Şeyi öldürdü. Antiterror şeyinin deməli, narkotika qarşı Daxili İşlər Nazirliyinin şöbə müdirini öldürdü, bir də prokuroru öldürdü o vaxtı. Rövşən öldürdü, o Rövşəni öldürdü. Yəni faktiki olaraq nə demək istəyirəm? Demək istəyirəm ki, hakimiyyətin özündə hətta şəffaflıq olmadığına görə, hakimiyyət üzərində nəzarət olmadığına görə, hakimiyyət daxili cinayətkar qruplaşmalar Azərbaycanda zaman-zaman meydana çıxır. Bunun qarşısını bir də açmaq lazımdır ki, deməli, mütləq hakimiyyət şəffaf idarə olunmalıdır, ictimai qınaqlara mütləq düzgün reaksiya verilməlidir və deyilən, üzə çıxan faktlar ciddi şəkildə araşdırılmalıdır. Yoxsa bugün mən bunu deyirəm, sən bunu dediyimə görə məni tutursan, 3 aydan sonra sən özün gedəcəksən, həmin cinayətin üstünü açırsan və sübut edəcəksən ki, nəhayət belə bir zərbə dəyir dövlətə.